Bugünkü mövzumuz olan fe'li birləşmələr mövzusu izah eləyək və ondan sonra harda anlaşılmayan məqamlar olsa deyərsiniz, həmin hissəyə yenidən baxarıq, yenidən həmin hissəni izah eləyərik. Fe'li birləşmələr, bəli. Birləşmə deyəndə artıq söz birləşməsi nəzərdə tutulur təbii ki. Bilirik ki, söz birləşməsi iki yerə bölünür. Sabit, sərbəst söz birləşməsi. Sərbəst söz birləşmələrdə ikinci tərəfin, yəni əsas tərəfin ifadə vasitəsinə görə iki yerə bölünür. İsim birləşmə, fe'li birləşmə. İsim birləşməni demişdik ki, əsas tərəfi adlarla ifadə olunur. Fe'li birləşmənin isə, müəllimlər, fe'li birləşmənin əsas tərəfi isə məstər, fe'li sifət, fe'li bağlama ilə ifadə olunur. Baxın, ümumiyyətlə sərbəst söz birləşməsində iki tərəf var. Aslı tərəf, bir də əsas tərəf. Aslı tərəf birinci tərəfdir. Əsas tərəf isə ikinci tərəfdir. İkinci tərəf. İndi dedik ki, deməli, sərbəst söz birləşməsinin iki tərəf var. Aslı tərəf, əsas tərəf. Aslı tərəf birinci tərəf, əsas tərəf ikinci tərəfdir. İndi dedik ki, sərbəst söz birləşmələrdə əsas tərəf ifadə vasitəsinə görə iki yerə bölünür. İsmi fe'li birləşmə. Əgər həmin söz birləşməsinin əsas tərəfi adlarla ifadə olunsa, adlar hansılar idi? İsim, sifət, say, əvəzlik və zərf. Yəni, əsas tərəf adlarla ifadə olunsa, buna deyəcək, əsas tərəf adlarla ifadə olunsa, buna deyəcək biz ismi birləşmə. Əsas tərəfi fe'lin təsriflənməyən formaları, təsriflənməyən dəyişməyən deməkdir də. Yəni, şəxsə kəmiyyətiyə görə dəyişmədiyinə görə həmin fe'llər ona təsriflənməyən deyirlər. Əsas tərəfi fe'lin təsriflənməyən formalarına ifadə olunsa, təsriflənməyən formalar hansılardır? Yəni, məstərdir, fe'li sifətdir, bir də fe'li bağlamadır. Əsas tərəfi məstər, fe'l və fe'li bağlama ilə ifadə olunsa, fe'li birləşmə yaranır. Biz bu günlər məhz əsas tərəfi fe'lin təsriflənməyən formaları olan məstər, fe'li sifət, fe'li bağlama ilə ifadə olunan birləşmələri keçəcəyik. İndi baxın, əsas tərəfi, yəni ikinci tərəfi, fe'lin təsriflənməyən formaları. Fe'lin təsriflənməyən formaları hansılardır? Məstərdir, fe'li sifətdir, fe'li bağlamadır. Yəni, əsas tərəfi məstər, fe'l sifət, fe'li bağlama ilə ifadə olunan söz birləşmələrinə fe'li birləşmələr, yəni tərkiblər deyirlər. Fe'li birləşmənin əsas tərəfi fe'llə ifadə olunur. Yəni, fe'l, elə bu məstər, fe'l və fe'li bağlama desələr nitq hissəsi kimi nədir? Onlar elə fe'ldir ya. Elə bu da digər adına elə deyir də. Fe'li birləşmənin deyir əsas tərəfi fe'llə ifadə olunur. Yəni, məstərlə, fe'li sifətdən, fe'li bağlama ilə ifadə olunur. Yəni, hərəkət bildirir də. Birinci tərəf isə müxtəlif cəhətdən, yəni birinci tərəf hərəkəti müxtəlif cəhətdən izah edir. Məsələn, baxın, müəllim danışarkən. Bunun aslı tərəfi birinci tərəfdir, əsas tərəfi də ikinci tərəf. Yəni, əsas tərəf danışarkən, arkən fe'li bağlamanın şəkilçisidir. Yəni, bu fe'li bağlamadır bu. Deməli, əsas tərəf fe'li bağlama ilə ifadə olunur. Aslı tərəf isə müəllim. Subyekt bildirdi. Müəllim insanı da subyekt bildirdi. İşi görəndir, yəni. Baxın, bu fe'li birləşmənin müəllim danışarkən, əsas tərəfə baxdım ki, fe'li bağlama ilə ifadə olunduğuna görə müəllim danışarkən dedim ki, bu fe'li birləşmədir. Və bu fe'li birləşmənin asıl tərəfi subyektlə ifadə olundu. Bir məlumatı da diqqətinizə çatdırım ki, biz məstər, fe'l və fe'li bağlama tərkiblərini, yəni sintaksda buna fe'li birləşmə deyirlər də. Fe'li birləşməni yaxşı bilmək istəyiriksə, mütləq məstər, fe'l və fe'li bağlamanın şəkilçilərini əzbər bilməliyik. Yaxud da, dedi ki, sən öyrənəndə, baxın, öyrənəndə, andəndə fe'li bağlama şəkilçisidir. Yəni, sən öyrənəndə fe'li bağlama tərkibidir, yəni fe'li birləşmədir. Və sən öyrənəndə fe'li bağlama tərkibinin, yəni fe'li birləşməsinin asıl tərəfi burada da subyektlə ifadə olunub, yəni işi görəndir. Sonra, hərəkətin obyektini bildirir. Hərəkətin obyektini bildirir nə? Obyekt nədir? Üzərində iş görülən. Düzdür? Filmə baxanda, andəndə fe'li bağlamadır. Deməli, filmə baxanda fe'li bağlama tərkibidir, yəni fe'li birləşmədir. Çünki əsas tərəf onun fe'li bağlama ilə ifadə olunubsa, deməli, fe'li bağlama tərkibidir. Və bu fe'li bağlama tərkibinin asıl tərəfi, yəni birinci tərəfi, obyekt bildirir. Yəni,
nəyin üzərində iş görülüb? Filmin üzərində iş görülüb. Obyekt bildirir. Kitabı oxuyarkən. Baxın, əsas tərəfi oxuyarkən feili bağlamadır. Ona görə kitabı oxuyarkən feili birləşmə hesab olunacaq. Nə demişdik? Əsas tərəfi məstər feil və feili bağlama ilə ifadə olunsa, onda olur o feili birləşmə. Feili birləşməmizin asıl tərəfi obyektdir. Nəyin üzərində iş görülüb? Kitabın üzərində iş görülüb də. Yəni üzərində iş görüləndə obyekt idi də. Ona görə burada kitab obyekt bildirir. Yəni feili birləşməmizin burada asıl tərəfi obyekt bildirir. Sonra hərəkətin yerini bildirir. Məsələn, kənddə istirahət etmək. Baxın, əsas tərəfi istirahət etmək. Məstərlə ifadə olunduğuna görə maqmaq məstər şəkilsidir axı. Kənddə istirahət etmək olur feili birləşmə. Əsas tərəfi məstərlə ifadə olunduğuna görə kənddə istirahət etmək nə oldu? Feili birləşmə. Və bu feili birləşməmizin asıl tərəfi kənddə, məkan bildirdi. Məktəbə gedəndə. Bu feili birləşməmizin əsl tərəfi gedəndə, andəndə feili bağlama şəkilsidir. Ona görə məktəbə gedəndə feili birləşmədir. Və bu feili birləşməmizin asıl tərəfi məktəbə, məkan bildirdi. Yəni yeri bildirdi. Sonra hərəkətin zamanını bildirsin. Məsələn, səhər oyanmaq. Əsas tərəfi oyanmaq, məqmaq məstərlə ifadə olunduğuna görə səhər oyanmaq nədir? Feili birləşmədir. Və bu feili birləşməmizin asıl tərəfi səhər zaman bildirir. Yəni oyanmağın zamanını bildirir. Dünən gələndə. Əsas tərəf gələndə. Feili bağlama ilə ifadə olunduğuna görə dünən gələndə feili birləşmədir. Və bu feili birləşməmizin asıl tərəfi dünən zaman bildirir. Axşam oxumaq. Əsas tərəf oxumaq məstərlə ifadə olunduğuna görə axşam oxumaq oldu nə? Feili birləşmə. Və bu axşam oxumaq feili birləşməsinin asıl tərəfi axşam zaman bildirir. Yəni oxumağın zamanını bildirdi. Sonra hərəkətin kəmiyyətini bildirməyi nədir? Asıl tərəf yəni hərəkətin kəmiyyətini bildirsin. Çox oxumaq. Əsas tərəfi oxumaq məstərlə ifadə olunduğuna görə çox oxumaq oldu nə? Feili birləşmə. Baxın, çox oxumaq. Əsas tərəfi məstərlə ifadə olunduğuna görə oxumaq. Deməli, çox oxumaq oldu feili birləşmə. Və bu feili birləşməmizin asıl tərəfi çox nə qədər? Kəmiyyət bildirir. Yəni oxumağın kəmiyyətini bildirdi. Az danışan. Əsas tərəfi danışan. Feil sifətlə ifadə olunduğuna görə az danışan feili birləşmədir və bu feili birləşməmizin asıl tərəfi az. Kəmiyyəti bildirir. Danışmağın kəmiyyətini bildirir. Xeyli çalışmaq. Əsas tərəfi çalışmaq ilə ifadə olunduğuna görə xeyli çalışmaq. Əsas tərəfi çalışmaq ilə ifadə olunduğuna görə, yəni maqmaq məstərlə ifadə olunduğuna görə xeyli çalışmaq feili birləşmədir. Və bu feili birləşməmizin asıl tərəfi xeyli. Çalışmağın miqdarını bildirdi, yəni kəmiyyətini bildirdi. İndi hərəkətin tərzini bildirənləri nümunə deyim. Yaxşı oxuyan, əsas tərəfə oxuyan feili sifətdən ifadə olunduğuna görə ana feili sifət şəkilsidir axı. Yaxşı oxuyan oldu feili birləşmə. Və bu feili birləşmənin asıl tərəfi necə oxuyan? Yəni oxumağın tərzini bildirdi. Yəni hərəkətin tərzini bildirdi. Cəsarətlə döyüşərkən. Əsas tərəfə döyüşərkən, arşərkən feili bağlama ilə ifadə olunub deyə. Cəsarətlə döyüşərkən oldu feili birləşmə. Və bu feili birləşməmizin asıl tərəfi cəsarətlə necə hərəkətin, yəni döyüşməyin tərzini bildirdi. Sonra səbəbini və məqsədini bildirənə aid nümunə deyim. Baxın, soyuqdan titrəyəndə. Əsas tərəfi titrəyəndə feili bağlama ilə ifadə olunub, çünki andəndə şəkilsi feili bağlama şəkilsidir. Ona görə soyuqdan titrəyəndə oldu feili birləşmə. Əsas tərəfi feili bağlama ilə ifadə olunduğuna görə. Və bu feili birləşmənin asıl tərəfi səbəb bildirir. Hansı səbəbdən titrəyir? Soyuqdan. Oxumaq üçün gedən. Əsas tərəfi gedən. Anam feil sifətlə ifadə olunduğuna görə oxumaq üçün gedən oldu feili birləşmə. Və bu feili birləşməmizin asıl tərəfi oxumaq üçün məqsədini bildirir. Yəni getməyin məqsədini bildirir. Bu formada. Qısa konkret desək müəllimlər, deməli, feili birləşməmiz morfologiyada, belə deyim də, məstər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibi hesab olunur. Bunlar hamısı, yəni məstər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibi, sintaksda feili birləşmə hesab olunur. Yəni mən məstər tərkibini tapanda əslində mən elə feili birləşməni tapmış oluram. Yaxud da feil sifət tərkibini tapanda əslində mən elə feili birləşməni tapmış oluram. Feili bağlama tərkibini tapanda əslində mən elə feili birləşməni tapmış oluram. Yəni eyni anlayışlardır. Sadəcə olaraq morfologiyada ona tərkib deyirlər. Yəni məstər tərkibi, feil sifət tərkibi, feili bağlama tərkibi. Sintaksda isə buna feili birləşmələr deyirlər.
İndi tərkib və birləşmə anlayışı ilə bağlı məlumatı deyəcəm. Tərkiblər fe'li birləşmənin tərkib əmələ gətirmə məqamına tərsiflənməyən fe'l bölməsində tərkib hissəsində yenidən baxın. Fikir verin. Yəni fe'lin tərsiflənməyən formasında məsdər tərkibi, fe'lis və tərkibi, fe'li bağlama tərkibi var ha. Onları biz yaxşı öyrənsək, elə əslində fe'li birləşməni öyrənirik. Məsdər tərkibi, fe'lis və tərkibi, fe'li bağlama tərkibində öyrənməyin birinci qaydası odur ki, məsdər, fe'lis və fe'li bağlamaya aid olan şəkilçiləri əzbərləyək. Və sonra o məsdər tərkibi, fe'lis və tərkibi, fe'li bağlama tərkibi öyrənildikdə əslində fe'li birləşmə öyrənilir. Burada da elə bu cümlədə onu deyir. Fe'li birləşmələrə cümlə daxilində tərkib də deyilir. Bəli, fe'li birləşmələrə cümlə daxilində nə deyilir? Tərkib. Yəni, məsələn, filmə baxanda fe'li birləşmədir. Yəni, digər adı ilə fe'li bağlama tərkibidir. Yaxud da, oxumaq üçün gedən fe'li birləşmədir. Digər adı ilə fe'li sifət tərkibidir. Çünki gedən anın fe'li sifət şəkilçisidir axı ona görə. Məsdər, fe'li sifət və fe'li bağlamalar özlərindən əvvəl gələn sözləri məna və sintaktik əlaqələrlə özlərinə bağlayıb tərkib yaradır. Bəli, tərkib belə yaranır. Onsuz da izahatda demişdim. Məsdər, fe'li və fe'li bağlama şəkilçisi qəbul edən söz özündən əvvəlki sözü özünə tabe edib tərkib yaradır. Məsələn, dərs oxumaq onu çox inkişaf etdirdi. Nə etdi? İnkişaf etdirdi. Nə etdi? İnkişaf etdirdi xəbər. Nə onu inkişaf etdirdi? Baxın, dərs oxumaq. Fikir verin. Məsdər şəkilçisi qəbul etmiş oxumaq sözü özündən əvvəlki dərs sözün özünə tabe edib bütövlükdə bir suala cavab verib və tərkib yaradıb. Tərkib belə yaranırdı onsuz da. Bu məsələn məsdər tərkibi belə yaranır. Fikir verin. Yəni məsdər, fe'lis və fe'li bağlama şəkilçisi qəbul edən söz özündən əvvəlki sözləri özünə tabe edib tərkib yaradır. Özündən sonraki sözü özünə tabe edib heç vaxt tərkib yarada bilməz. Mümkün deyil bu. Məsdər, fe'lis və fe'li bağlama şəkilçisini qəbul edən söz özündən əvvəlki sözü özünə tabe edib tərkib yaradır. Məsələn, dərs oxumaq. Oxumaq məsdərdir. Maqmaq məsdər şəkilçisidir və maqmaq şəkilçisi oxu sözünə əlavə olub, düzdür? Oxumaq məsdərdir. Və oxumaq sözü özündən əvvəlki dərs sözünü özünə tabe edir. Bütövlükdə bir suala cavab verir və tərkib yaradır. Yaxud da deyirəm ki, məsələn, dərsi bilən şagird uğur qazanır. Dərsi bilən şagird uğur qazanır. Kim? Şagird. Hansı şagird? Dərsi bilən. Fikir verin. Baxın. Fe'lis və şəkilçisi qəbul edən bil sözü, bilən sözü. Fe'lis və şəkilçisi qəbul edib də anəm burada fe'lis və şəkilçisidir. Özündən əvvəlki dərs sözünü özünə tabe edib və bütövlükdə bir suala cavab verib. Hansı şagird? Dərsi bilən. Və beləliklə tərkib yaradıb. Bu da oldu fe'lis və tərkibi. Deməli, fe'lis və şəkilçisi qəbul edən söz özündən əvvəlki sözü özünə tabe edib bütövlükdə bir suala cavab verib və tərkib yaradıb. Eyni zamanda, məsələn deyirəm, dərsə gələndə xəbər et. Xəbər et. Nə et? Xəbər et. Nə zaman xəbər et? Dərsə gələndə. Baxın, fikir verin. Fe'li bağlama şəkilçisi qəbul edən gələndə sözü özündən əvvəlki dərs sözünü özünə tabe edib bütövlükdə bir suala cavab verib. Nə zaman? Və beləliklə tərkib yaradıb. Fikir verirsinizsə, məsdər, fe'lis və fe'li bağlamanın tərkib yaratmaq üsulu eynidir. Hər üçü özündən əvvəlki sözləri özünə tabe edir və bütövlükdə bir suala cavab verərək tərkib yaradır. Burada diqqət olunması məqam odur ki, biz məsdər tərkibin, fe'lis və tərkibin və fe'li bağlama tərkibini bilmək istəyiriksə rahatlıqdan, məsdər, fe'lis və fe'li bağlamaya aid olan şəkilçiləri əzbər bilməliyik. Bu vacibdir. Çünki o şəkilçiləri əzbər bilmək təkcə məsdər, fe'lis və fe'li bağlama tərkibinin deyil, eyni zamanda fe'li birləşmə ilə bağlı olan mövzunun rahatlıqla öyrənilməsinə gətirib çıxaracaq. Baxın, məsələn, dərs oxumaq bu məsdər tərkibidir, düzdür? Digər adı ilə fe'li birləşmədir. Çünki məsdər tərkibi demək fe'li birləşmə deməkdir. Dərsi bilən fe'li sifət tərkibidir, düzdür? Digər adı ilə fe'li birləşmədir. Dərsə gələndə fe'li bağlama tərkibidir, digər adı ilə fe'li birləşmədir. Deməli, bunların hamısı fe'li birləşmələrdir. Deməli, məsdər tərkibi, fe'li sifət tərkibi, fe'li bağlama tərkibini tapanda əslində mən fe'li birləşməni tapıram.
Baxın, məsdəri feil sifəti feili bağlama tapanda demirəm. Deyirəm ki, məsdər tərkibini, feil sifət tərkibini, feili bağlama tərkibini tapanda əslində mən feili birləşməni tapmış oluram. Baxın bura, deyir ki, burada davam eləyək. Məsdər feil sifət feili bağlamalar özündən əvvəl gələn sözə məna və sintaktik əlaqələrlə özlərinə bağlayıb tərkib edir. İndi dediyimdir. Tərkiblər cümlədə bütövlükdə bir sintaktik suala cavab verir. Fikir verin, baxın burada. Məsdər tərkibi bütövlükdə bir dənə nə sualına cavab verib, yəni mübtədanın sualına. Sintaktik sual deyəndə cümlə üzvlərinin sualları nəzərdə tutulur. Dərsi bilən feil sifət tərkibi bütövlükdə hansı sualına cavab verib, yəni təyinin sualına. Dərsə gələndə feil bağlama tərkibi bütövlükdə nə zaman, yəni zaman zərfliyin sualına cavab verib. Qısa konkret desək, yəni məsdər tərkibi, feil sifət tərkibi, feil bağlama tərkibləri onlar bütövlükdə bir sintaktik suala cavab verirlər. Dahi tərkibin asıl tərəfə ayrı, əsas tərəfə ayrı suala cavab vermir. Bütövlükdə bir suala cavab verirlər. Sonra məsdər tərkibi. Baxın, məsdər tərkibi ilə bağlı məlumatı deyim. Deyir, əsas tərəfi məsdərlə ifadə olunmalıdır. Yəni, əsas tərəfindən maqmaq şəkilçisi olmalıdır mütləq. Əsas tərəfi məsdərlə ifadə olan feil birləşmə. Məsələn, öz işində peşəkar olmaq hər kəs üçün vacibdir. Necədir? Vacibdir xəbər. Nə vacibdir? Öz işində peşəkar olmaq. Baxın, sonuncu söz, yəni əsas tərəf məsdərlə ifadə olunduğuna görə bu oldu nə? Məsdər tərkibi. Öz işində peşəkar olmaq artıq məsdər tərkibidir. Çünki sonuncu söz, əsas tərəf məsdərlə ifadə olunduğuna görə bu oldu məsdər tərkibi və bu məsdər tərkibi. Baxın, fikir verin, məsdər şəkilçi qəbul edən söz özündən əvvəlki sözləri özünə tabe edib, bütövlükdə bir suala cavab verib və tərkib yaradır. Yaxud da digər nümunəyə baxaq. Məsdər tərkibi cümlədə əsasən mübtəda tamamlıq olur. Artıq sualdan asılı olacaq. Məsələn, burada öz işində peşəkar olmaq hər kəs üçün vacibdir. Necə vacibdir? Nə hər kəs üçün vacibdir? Öz işində peşəkar olmaq. Burada məsdər tərkibi qəbul edən söz bir dənə nə sualına cavab verib. Yəni mübtəda olub cümlədə də, belə deyim. Mübtəda olub, bəli. İndi hallarında da tamamlıq ola bilər. Məsələn, həyətdə ağac əkməyi sənə tapşırıram. Nəyi? Həyətdə ağac əkməyi. Fikir verin, məsdər şəkilçi qəbul edən əkməyi sözü özündən əvvəlki həyətdə ağac sözlərini özünə tabe edib. Nəyi sualına cavab verir? Nəyi sualına cavab verir və həyətdə ağac əkməyi nəyi sualına cavab verir və tamamlıq vəzifəsinə çıxış etdi bu formada. Eyni zamanda feil sifət tərkibi də əsas tərəfi feil sifətlə ifadə olunur. Bunu bilmək üçün feil sifət tərkibin feil sifətin şəkilçilərini əzbər bilməliyik. Feil sifətlə ifadə olunan feil birləşmələrdir. Məsələn, vaxtında görülmüş işdən hamı razı qaldı. Nədir razı qaldı? Nədən? İşdən, hansı işdən? Vaxtında görülmüş işdən. Fikir verin. Feil sifət şəkilçisini qəbul edən görülmüş söz. Baxmışmış feil sifət şəkilçisidir. Görülmüş sözü özündən əvvəlki vaxtında sözünü özünə tabe etdi və bütövlükdə bir suala cavab verdi. Hansı işdən? Hansı sualına cavab verdi və tərkib yaratdı. Və feilli sifət tərkibi oldu. Bu feilli sifət tərkibi də təbii ki, o da feilli birləşmədir. Sonra feilli sifət tərkibi hansı sualına cavab verdiyinə görə buradan da aydın olur ki, cümlədə daha çox təyin olur. Bu da öz yerində. Sonra gəldik feili bağlama tərkibi. Feili bağlama tərkibinin isə əsas tərəfi feili bağlama ilə ifadə olunan birləşmələrdir. Baxın, feili bağlama ilə yəni bağlı olan birləşməni tapmaq üçün feili bağlama şəkilçilərini əzbəri bilməliyik, müəllimlər. Feili bağlama şəkilçilərini əzbəri bilməliyik. Yəni, əsas tərəfi feili bağlama şəkilçisi olmalıdır mütləq feili bağlama tərkibində. Mərdan atı dirəyə bağlayıb ağanın yanına gəldi. Nə etdi? Yanına gəldi. Daha doğrusu ağanın yanına gəldi. Necə, nə tərzdə ağanın yanına gəldi? Atı dirəyə bağlayıb. Baxın, bağlayıb da ki, feili bağlama şəkilçisidir. Və necə, özündən əvvəlki atı və dirəyə sözlərini özünə tabe edib, bütövlükdə bir dənə necə sualına cavab verdi və beləliklə tərkib yaratdı, yəni feili bağlama tərkibi yaratdı. Bu formada, deməli, feili bağlama tərkibi də bu formada yaranır. Burada xüsusi qeydlər var, bunlara bilək. Feili birləşmələr feili xəbər ola bilmir. Bəli, feili birləşmələr feili xəbər ola bilmir. Feili birləşmələr əgər xəbər olacaqsa, feili birləşmələr əgər xəbər olacaqsa, həmin xəbərdə ismi xəbər olmalıdır, ismi xəbər. Məsələn, deyirəm ki, onun
məqsədi oxumaqdır. Oxumaqdır. Onun məqsədi oxumaqdır. Baxın, bəzən yanlış olaraq burada oxumaqdıra nə etməkdir sualı verirlər. Bu sual doğru deyil. Yadda saxlamaq lazımdır ki, məsdər, feili sifət, məsdər və feili sifət xəbər olurlar, amma ismi xəbər olurlar, feili xəbər olmurlar. Mən də baxıram, görürəm, oxumaqdır burada, oxumaq, maqmaq məsdər şəkilçisidir, məsdərdir deyə, oxumaqdır, nə etməkdir sualı vermək olmaz buna. Buna, onun məqsədi oxumaqdır, nədir? Nədir sualı vermək lazımdır. Yəni, ismi xəbərin sualını vermək lazımdır. Çünki məsdər və feili sifət xəbər olanda cümlədə ismi xəbər olur. Məsələn, onun məqsədi oxumaqdır cümləsində oxumaqdır ismi xəbərdir. Bu formada feili bağlama isə ümumiyyətlə heç xəbər ola bilmir. Sonra feili birləşmənin aslı tərəfi feil ola bilər. Feili birləşmənin aslı tərəfi. Baxın, danışa-danışa, bu nədir? Feili bağlamadır da. Yəni, feili bağlamada nitq hissəsi kimi feildir də. Fərqi nədir? Yəni, məsdər feil və feili bağlama nitq hissəsi kimi hansı nitq hissəsidir desələr, deyirsiniz feil. Danışa-danışa getmək. Danışa-danışa getməyin əsas tərəfi məsdərlə ifadə olunduğuna görə danışa-danışa getmək feili birləşmədir və bu feili birləşməmizin asıl tərəfi danışa-danışa. Feili bağlama ilə ifadə olunub, yəni feillə ifadə olunub. Feili bağlama feildir axı. Yəni, bu feili birləşmənin asıl tərəfi də feildir, əsas tərəfi də feildir. Nitq hissəsi kimi. Çünki məsdərdə feildir axı ona görə. Yəni, sual verə bilər ki, feili birləşməmizin asıl tərəfi və əsas tərəfi feil ola bilər. Əlbəttə olur. Bu da elə danışa-danışa getmək. Danışa-danışa feili bağlama olduğuna görə nitq hissəsi kimi feil hesab olunur. Getmək də məsdər olduğuna görə nitq hissəsi kimi feil hesab olunur. Yəni, bu feili birləşmənin asıl əsas tərəfi feildir. Qaydanda gördüyüm yazılmışlar. Qaydanda gördüyüm. Baxın, əsas tərəfi gördüyüm feil sifətdən ifadə olunub deyə qaydanda gördüyüm feili birləşmədir və bu feili birləşmənin asıl tərəfi də qaydanda feili bağlama ilə ifadə olunub. Yəni, bunun da asıl tərəfi feillə ifadə olunub. Feili bağlama və feili bağlama tərkibləri cümlədə müstəqil işləndikdə yalnız zərflik olunur. Yəni, istəyir feili bağlama və feili bağlama tərkibi hansı cümləci olur desələr, deyirsiniz zərflik olur. Onun yaxşı oxuması, onların yaxşı oxuyanı tipli birləşmələr isim birləşmələridir. Bəli. Burada digər birdən maqmaq məzdər şəkilçisi var. Burada da anəm feil sifət şəkilçisi var da feili birləşmədə, amma xeyr. Baxın, birinci tərəf yiyəlik hal olanda, ikinci tərəf əgər maqmaq plus mənsubiyyətsə, yaxud da anəm plus mənsubiyyətsə, artıq bu ismi birləşmə hesab olunacaq. İsmi birləşmə. Necə? Məsələn, deyərəm, onun oxumağı. Fikir verin bura. Oxumağı. Onun oxumağı. Burada diqqət yetirsək nəyə görərik? Onun oxumağı dedikdə. Bunun birinci tərəfi yiyəlik aldadır da, düzdür? İkinci tərəfi də maqmaq plus mənsubiyyətdir. Deməli, bu onun oxumağı olacaq ismi birləşmə, yəni üçüncü növ. Buradakı məsdəri görüb deməyin bu feili birləşmədir. Bu istisnadır da, bunu yadda saxlayın. Yaxud da onun oxuyanı. Fikir verin. Birinci tərəf yiyəlik aldadır. İkinci tərəfdə anəm plus mənsubə şəkilçisidir. Deməli, bu da üçüncü növ təyin söz birləşməsidir. Daha feili sifət tərkibi deyil. Yəni, feili birləşmə deyil bunlar. Bunlar ismi birləşmədir ikisi də. Bəli. Yəni, bu düsturu yadda saxlayın. Birinci tərəf yiyəlik al olsun. İkinci tərəf maqmaq plus mənsubiyyət, anəm plus mənsubiyyətsə, deməli, bu ismi birləşmə olacaq. Amma yalnız bu iki şəkilçi, yəni maqmaqdan anəm. Başqa şəkilçilər bura aid deyil. Sonra bu formada amma baxın, onun yaxşı oxuduğu tipli birləşmədə birinci tərəf yiyəlik alsa da, ikinci tərəf maqmaq ilə anəm olmadığına görə bu feili sifət tərkibi hesab olunacaq. Yəni, feili birləşmə. Bu formada, yəni bizim feili birləşmələrimizdən bağlı olan, kitab üzərində olan məlumatımız bundan ibarətdir. Yəni, feili birləşmələri biz daha dəqiq, belə deyim, testlər üzərində indi praktikadan baxacaq. Görək. Eyni ilə bayaq biraz əvvəl izah elədiyimiz testlərə uyğundur. Baxın, deyir, asıl tərəfi, yəni birinci tərəfi feili bağlama olan söz birləşməsini tapaq.
Biz bilirik ki, aslı tərəf birinci tərəflərdir. Məsələn, uşaqdan soruşmaq. Bunun aslı tərəfi uşaqdandır. Nazlana gəzmək. Bunun asıl tərəfi nazlanadır. Vətəni sevmək. Bunun asıl tərəfi vətənidir. Deyilənləri müzakirə etmək. Bunun asıl tərəfi deyilənləridir. Həyatda yaşamaq. Bunun asıl tərəfi həyatdadır. İndi deyir, asıl tərəfi feili bağlama olsun. Uşaqdan soruşmaqda uşaq isimdir. Yəni, bunun asıl tərəfi isimdir. A bəndə olmaz. Nazlana gəzməkdə A şəkilçisi feili bağlama şəkilçisi olduğuna görə nazlana feili bağlamadır. Yəni, nazlana gəzmək söz birləşməsinin asıl tərəfi nazlana feili bağlamasıdır. Cavabımız B bəndi. Vətəni sevməkdə asıl tərəf vətən ismidir. Deyilənləri müzakirə etməkdə asıl tərəf deyilənlər feili sifətidir. Həyatda yaşamaqda asıl tərəf həyat ismidir. Bu formadır. Bunlar getdi. Cavabımız B bəndi. Feili birləşməni müəyyən edək. Feili birləşmələrin əsas tərəfi, ümumiyyətlə isim birləşməni tapanda əsas tərəfinə baxırdıq. Feili birləşməni tapanda əsas tərəfinə baxmalıyıq. Əgər əsas tərəfi məstərlə, feili, sifətlə, feili bağlama ilə ifadə olunubsa, mən buna deyəcəm feili birləşmə. Məsələn, deyirəm ki, baxın, əsas tərəfinə baxacam. Məstər feili bağlaması deyim feili birləşmə. Kütləvi hərəkat. Hərəkat, bu əsas tərəfi isimdir. Bu ismi birləşmədir. Elmi əsər, əsas tərəfi isimdir. Bu da isim birləşmədir. Tarix şəxsiyyət, əsas tərəfi isimdir. Yəni, adlarla ifadə olunubda əsas tərəfi. Ona görə bu da isim birləşmədir. Dairə, meydan, əsas tərəfi meydan. İsimdir. Bu da isim birləşmədir. Rəqsi bitirmək. Əsas tərəfi bitirmək. Maqmək, məstərlə ifadə olunub. Deməli, rəqsi bitirmək feili birləşmədir. 2 bənd. Asıl tərəfi hərəkətin obyektini bildirsin. Obyekt üzərində iş görüləndir də, düzdür. Hərəkətin obyektini bildirsin. Baxıram bura. Deməli, əsas tərəfi hərəkət olsun. Bunun deməyindən bu çıxır ki, əsas tərəf hərəkət olsun və asılı tərəf həmin o hərəkətin obyektini bildirsin. Ona görə bunun əsas tərəfinə baxıram, görüm hansında hərəkətdir. Qarşılaşmaq, danışmağı, donmaq, baxan, güldürdükdə, bunların hamısının əsas tərəfi elə hərəkətdir. İndi deyir, bu hərəkətlərin hansının asıl tərəfi obyekt bildirir. Baharı qarşılamaq. Baxın, tamaşaya baxan. Sonra uşağı güldürdükdə, soyuqdan donmaq. Baxın, soyuqdan donmaq bunun asıl tərəfi səbəb bildirir. Yəni, donmağın səbəbi nədir? Soyuqdan. Yəni, asıl tərəfi hərəkətin, donmaq hərəkətinin səbəbini bildirir bu soyuqdan sözü. Ona görə E olmaz. Uşağı güldürdükdə, burada isə asıl tərəfi uşağı sözü güldürdükdə hərəkətin subyektini bildirir. Deməli, subyekt burada nədir? Uşaq. Getdi bu da. Müəllimin danışmağı. Bunun da asıl tərəfi müəllim subyekt bildirdi. Sonra baharı qarşılamaq. Sonra bir də deyirəm tamaşaya baxan. Nəyə? Nəyin üzərində düşür? Tamaşanın. Düzdür? Bunun asıl tərəfi obyekti bildirir. Cavabımız B bənd. Sonra amma bir şey deyir. Yox, burada onu demir. Asıl tərəfi burada incə məqam qaçırmış. O çünki baharı qarşılamaqda da nəyin üzərində düşürülüb? Baharın üzərində düşürülüb. Yəni, bu da obyektdir. Amma deyir, asıl tərəfi hərəkətin obyektini bildirən məstər birləşməsi. Yəni, əsas tərəfi də məstər olmalıdır. Ona görə qarşılanmaqdan burada söhbət gedir. Bəli, əsas tərəfi məstərdir. Və asıl tərəfi də nəyin üzərində düşürülüb? Baharın üzərində düşürülüb, hərəkətin obyektidir. Yəni, qarşılamağın obyektidir. Cavabımız A bəndi. Sonra feili birləşməni müəyyən edin. Feili birləşmələr də söz birləşməsidir və təbii ki, söz birləşməsi də yaranması üçün ən azı 2 müstəqil məna söz olmalıdır, müəllimlər. Burada etiraz müstəqil mənası var, amma etmək yarım müstəqildir deyə söz birləşməsi deyil, yəni feili birləşmə deyil. Dost olmaqda dost müstəqildə, olmaq yarım müstəqildir deyə söz birləşməsi deyil. Kömək etməkdə kömək müstəqildə, etmək yarım müstəqildir deyə söz birləşməsi deyil. Yaratmaq həvəsi söz birləşməsidir, amma bunun əsas tərəfi həvəs adlarla ifadə olunduğuna görə bu ismi birləşmədir. Ona görə E bəndi də olmaz. Kitabı oxumağın əsas tərəfi məstərlə ifadə olunduğuna görə oxumaq. Bu feili birləşmədir. Kitabı oxumaq feili birləşmədir. Cavabımız B bəndi. Sonra biraz qarşıya gedək. Məsələn, 21-ci suala baxaq. Yalçın quşqonmaz qayaların döşünə sığınmış qala uzaqdan görünürdü. Cümləsində feili birləşmə hansı cümlə üzvü vəzifəsindədir? Nə edirdi? Görünürdü. Xəbər nə görünürdü? Qala görünürdü mübtada. Hansı qala?
Yalçın quşqonmaz qayaların döşünə sığınmış. Baxın, feili sifət tərkibi və mış feili sifət şəkilçisidir. Və özündən əvvəlki sözləri özünə tabe edib bütövlükdə bir suala cavab verib. Hansı qala? Yalçın quşqonmaz qayaların döşünə sığınmış qala. Bütövlükdə bir suala cavab verərək tərkib edib və hansı sualına cavab verdiyinə görə təyin mövqeyində çıxış edib. Təyinin sualı axı. Təyin necə nə cür hansı sualına cavab verib ismi izah edir. Burada da hansı sualına cavab verən Yalçın quşqonmaz qayaların döşünə sığınmış feili sifət tərkibi qala ismini izah etdiyinə görə deməli təyin vəzifəsindən çıxış edir. Hansı birləşmənin asıl tərəfi feildir? Bəli, asıl tərəf feildir. Birinci tərəf baxın, yaşamaq. Asıl tərəfi feildir. Cavab C bəndi. Bu formada